müəllim olması üçün maddi durumu yaxşı olmalıdır. Maddi durumu yaxşı olmayan müəllim yaxşı ola bilməz. İndi onların o linza ilə göstərdiyi şey var idi. Mən onu burada izah edəcəm. Gəl buna, gəbəri dur burada. Demək, bu bizim AX kvadrat parabolamızdır. Bura gələn şüalar görünür ki, bir nöqtəyə yığılır. Biz təsəvvür edək ki, burada bir hər hansı bir ya şüa, ya bir işıq şüası, ya bir radyo dalğa gəldi. Bu istənilən bir x0 nöqtəsi götürmüşəm. İstənilən bir x0 nöqtəsində bu parabola səthinə dəydi. İndi burada bir iki işıq şüası hansı düz səthə dəysə, həmin səthə düşdüyü bucaq altında da nə edir? Sınır, davam edir. İndi tutar ki, bu səthə düşəndə bu səthə, bu parabolaya çəkilmiş toxunana hansı bucaq altında düşürsə, o bucaq altında da sınaraq davam edir. Bu alfa. İndi bizə bu nöqtəni tapmaq lazım. Bu nöqtəni yada tutaq ki, bir A nöqtəsi olur. Və ordinatını Y təyin edək. Əgər biz bu Y-i tapsaq, A'dan asili bir sabit bilədək, demək, bütün şüalar bura toplanır. İndi burada buna paralel olduğundan, bu gələn şüalar, bu parabolun oturacaq səthinə perpendikulyar gələn şüalardan gedir. İstənilən buradan bir şüa gəldi, burada xeyr. Məsələn, belə bir şüa gəldi, burada dəydi, ikinci xeyr. Bu oturacaq səthinə perpendikulyar gələn paralel şüaların hər biri. Səthə dəyən kimi gəlməlidir bura. Düşüncəmiz də budur. Amma biz araşdırırıq. Görə elədim, elə deyil. Məsələn, bu buna paralel olduğundan, tabi bu paralel olur. Bu bucağına, bu bucaq necə uyğun bucaq. Bu alfası, onda bu da alfadır. Aydındır. Və burada görür ki, bir maraqlı üç bucaq yarandı. Məsələn, yazaq bura A, B, C üç bucağı və bunun bir tərəfinə bitişik bucaqlar bərabərdir. Və bu nədir? Bərabər yazılır üç bucaqdır. Yəni, buradan yazsa A, B bərabər nəyə? A, C-yə. Aydındır. İndi bu bərabərliyi biz buradan bir tənlik quraq, görək bu Y-i tapa bilərik. Aydındır. Yanaşma belədir. Yəni, araşdırma belə gedir. Biri araşdırır, belə araşdırır. Bunu da araşdıranda o dəqiqə bunu tapır. Bir dəfə onu araşdırır, birdən alda gəlir ki, buradan bunu bilmək olar. Aydındır. Və yazırıq. Əvvəldə toxunanın tənliyi bu orta məktəb sinifində kesinliklə eləmir. F'(x0) bıraq budur. Bu toxunanın tənliyi yazar. Y bərabər yazar. F'(x0) və x kvadrat törəməsi nədə olur? 2x eləmir. Bunun da törəməsi olacaq nə? Y' bərabər olacaq nə? 2ax. İndi bu buradan yazar Y bərabərdir. Bu Y deyil. Yəni bu fx'dir bizim üçün. Burada da toxunanın tənliyin forması budur sadəcə olaraq. Demək Y bərabər F'(x0) olacaq nə? Gəl buraya fx ola. Bu biraz maraq. Uşaqlar bu F' nə olsun? Yazsın x. Burada yazaq nə? Fx. Ki uşaqları çaşdırmasın da bu Y nədir? İndi Y bərabər F'(x0) olacaq 2ax0 vuraq. Aydındır. X çıxar x-i, diqqətli ol, səhv eləməyim olur. Üstə gələr, bir də fx0. Fx0 da budur. Ax kvadrat. Olacaq, üstə gələr, ax0 kvadrat. İndi buradan bunu vurub açsaq, y bərabər olacaq. 2ax0x çıxar. 2ax0 kvadrat. Üstə gələk nə? ax0 kvadrat. Bu da bununla islah olunur. Demək, bunu islah edəcək. Olacaq belə də yazaq. Yox, elə yazaq da bərabərdir. Demək, olacaq bərabər 2ax0x çıxar. Demək, ax0 kvadrat. Bu demək, y bərabər kx plus 5 şəkildədir. Yəni, k budur, 2ax0'dır. B də bu mənfi ax0 kvadratdır. İndi bizə bu A nöqtəsinin koordinatlarına baxaq. Gəlin. Bu iki məsafənin bərabərlərini, nöqtələrin koordinatları. A nöqtəsinin koordinatları nədə olur? 0y. 0y. Aydındır. Sonra S nöqtəsinin koordinatlarına baxaq. 0 bilinmir bu nədir? Bu S nöqtəsidir. Yəni 0 bilinmir nədir? Bir də B nöqtəsinin koordinatlarına baxaq. B nöqtəsinin koordinatları x0, yazaq bura x0. Aydındır. Burada ax kvadrat funksiyasının grafikidir. Bu nöqtədə bu parabolaya aid olduğunda bura olacaq ax0 kvadrat. Aydındır. Olsun nə? ax0 kvadrat. İndi S nöqtəsinin ordinatı məlum deyil. Bu nöqtə, bu düz xəttin tənliyidir. Bu düz xəttin tənliyi budur. Bu həmin düz xətdir. Aydındır. Bu nöqtə, bu düz xətt üzərində, toxunan üzərində olduğundan
Bu xətti funksiya. Burada x-ə 0 versək tapa bilər. Yəni burada x-ə 0 verəndə x bərabər 0 yazsa, onda y alırıq nə? Bu 0, bu da mənfi ax0 kvadrat. Bunun da yazaq bura mənfi ax0 kvadrat. Burada yazaq mənfi ax0 kvadrat. İşimizin bir hissəsi hazır. Gəlin də bunların demək iki nöqtə arası məsafə tapanda kökün altındadır. Bunları kvadrat yazaq. AB kvadrat bərabər AC kvadrat. Əvvəlcə AC. Məsələn, bura 5, bura mənfi 3 olsa, bura məsafə neçədir? 5 üstə gəlir, 8 deyirəm. Demək, bu olacaq, bu məsafə AC. 0 y-dir, bu da AC hanı? AC. Demək, y çıxaq, yəni 0 çıxaq 0'dır, bu da y çıxaq mənfi ax kvadrat. Olacaq, y üstə gələk a0 x kvadratının kvadratı. Yəni, bu AC-nin kvadratı. Y çıxaq, bunun AC-də AC. Üstə gələk 0 çıxaq, onu yazmaq. Bərabərdir. İndi gələk AB-yə. AB-də demək, A, bu da nə? Bu ikisinin arasında. X0 çıxaq 0'ın kvadratı. X0 çıxaq 0, x0 edir ya da x0'ın nəyi? Kvadratı. Aydındır. Üstə gələk. Demək, üstə gələk. A, x0'ın kvadratı. Çıxaq. Y-in nəyi? Kvadrat. Bir təlini aldım. Bir də buradan y-i tapaq. Görək nədir? İndi bunu açanda, gəl açaq. Bu mütəzələri açaq. Yəni, y kvadrat. Üstə gələk. 2a0 y x kvadrat. Aydındır. Üstə gələk. A0 üstü 2, x üstü nə? 4. X üstü 4. Aydındır. Aydındır. Bu x kvadratdır. A0 x0'dır. X0 olmalı. X0 üstü 4. Bərabərdir. Aydındır. X0 kvadrat. Üstə gələk. Demək, a kvadrat. X0 üstü 4. Çıxaq. Bunların hasili kimizdir? 2a y x0 kvadrat. Üstə gələk y kvadrat. İndi bərabərliyin hər iki tərəfdə eyni toplananlar var. Y kvadrat, y kvadrat. Bunlar getdi. Sonra a kvadrat x 4. Bunlar da getdi. Burada nə qaldı oğlum? 2a0. Bu da x0'dır yenə. x0 kvadrat y. Bu da 2a y x kvadrat bərabərdir. Burada da qaldı nə? x0 kvadrat. Aydındır. Şimdi bunları toplayanda bu neyini? 4a0 x0 kvadrat y beraber neye? x0'ın kvadratına. Bu x0 kvadrat ihsar etsək, buradan y alsaq, y beraberdir. 1 bölü neye? 4a'ya. Aydın. Demek buradan məlum oldu ki, bu y sabitdir a'dan asılı olarak. Mesela burada a'nı beraber 4'də 1 götürsək, burada y beraber ne olacaq? 1. Yani deyək ki, bunları silək. Burada ax kvadrat yox. 4'də 1 x kvadrat olsaydı. Onda bu nöqtənin ordinatı, baba bu nöqtə olacaqdı 1. Yəni, bura gələn istənilən şua paralel oturacaq, perpendikular olur. Gəlib bu nöqtəyə yığışacaq. Və beləliklə biz buradan anladık ki, bu parabolaya düşən bu dediğimiz şualar var. Bunların hamısı toplanır bura və biz bu parabolanın köməyi ilə dalğaları toplayıb televizora baxırıq.